Xəzər Universitetində dünya nizamında xaos, Azərbaycan və Cənubi Qafqaz üçün risklər və imkanlar mövzusunda tədbir keçirilib. Today Press TV xəbər verir ki, tədbiri siyasi elmlər üzrə fəlsəfə doktoru, Xəzər Universiteti Siyasi Elmlər və Fəlsəfə Departamentinin müdiri doktor Orxan Vəliyev açıq elan edib. Ardınca universitetin təsisçisi akademik Hamlet İsaxanlı qonaqları salamlayıb və mövzu ilə bağlı fikirlərini bölüşüb. Xəzər Universitetinin Siyasi Elmlər üzrə professoru Ramiz Yunus isə tədris ocağında mövzuya dair mühazirə ilə çıxış edib. Mühazirəni tam formatda təqdim edirik. Bugün biz sizinlə belə bir mövzu ətrafında söhbət aparacağıq. Dünya nizamında xaos və Azərbaycan və Cənubi Qafqaz üçün risklər və imkanlar. Çalışacağım ki, bu mövzuya dair baxışlarımı çox uzatmadan qısa və tez şəklində təqdim edim. Düz bir il əvvəl elə burada Donald Trump prezident seçiləndən sonra birinci və ikinci dünya müharibələrinin səbəblərini və nəticələrini, eləcə də Versal və Yalta Potsdam müqavilələrini biz sizinlə burada müzakirə etdik. Sovet İttifaqı dağılandan sonra dünya son 35 il ərzində sanki inersiya ilə yaşayır. Və təəssüf ki, hüququn gücü artıq işləmir. Keçən ilki mühazirədə mən belə bir sual verdim. Trump prezidentliyi dövründə Amerika Birləşmiş Ştatları qlobal xaosa cavab verə biləcəkmi və yeni bir dünya nizamı yaratmağa qadirdirmi? Bugün artıq görünür ki, dünya stabilləşməyib və Rusiyanın Ukraynaya qarşı 4 ilə yaxındır davam edən geniş miqyaslı təcavüzü çoxsaylı, həll olunmamış problemləri ortaya çıxardır. Bunlar hansılardır? Birinci, bir qütbli dünyanın sona çatması. Artıq dünya çox qütbli və konfliktlidir. Və gördüyünüz kimi Çin, Rusiya, Hindistan, Türkiyə kimi regional güclərin rolu artır. Dünya artıq piramida deyil, mozaika kimidir. İkinci, Amerika Birləşmiş Ştatları və Çin qarşıdurması. Bu qarşıdurma yalnız iqtisadi və texnoloji mübarizə deyil, həm də sivilizasiyaların fərqli modelləri uğrunda gedən mübarizədir. Çin bir kəmər, bir yol təşəbbüsünü inkişaf etdirir və Deng Xiaoping'in siyasətinə, eləcə də öz ənənələrinə sadiq qalaraq birbaşa toqquşmalardan qaçmağa çalışır və yavaş-yavaş hörümçək toru kimi həm yaxın coğrafiyasında, həm də hududlarından çox-çox uzaqlarda iqtisadi gücü ilə nəhəng bir ərazini əhatə edir. Amerika Birləşmiş Ştatları isə öz növbəsində müttəfiqlərinə qarşı sərt təzyiq siyasəti yürüdür, bir çox əvvəlki razılaşmaları ləğv edir və eyni zamanda xarici siyasətində iqtisadi maraqları ideologiyadan üstün tutaraq dünya polisi rolundan əl çəkməyə çalışır. Trump və Xi Jinping arasında son görüşdən sonra planetin bu iki böyük iqtisadiyyatı müvəqqəti olaraq bir illik sülh sazişi imzaladılar. Biz hamımız başa düşməliyik ki, bu iki dövlət, bu iki ölkə həm rəqabət aparmaq, həm də razılığa gəlməyə məhkumdur. Və çox şey qlobal geosiyasi konjunkturadan asılı olacaq. Məhz buna görə Azərbaycan üçün bu iki əsas mərkəz arasında balansın saxlanması çox vacibdir. Üçüncü, texnoloji tərəqqi. Sünni intellekt, kiber təhlükəsizlik, biotexnologiyalar yeni güc mənbələridir. Və bu məsələlərdə Azərbaycanın bir dövlət kimi zamanla ayaqlaşması həddindən ziyada vacibdir. Eyni zamanda
süni intellektin inkişafı, informasiya təhlükəsizliyi, saxta xəbərlər və rəqəmsal reallıq kimi yeni çağırışlar da yaradır. Gələcəkdə güclü dövlət təkcə resurslara malik olan deyil, həm də məlumatı düzgün idarə edən dövlət olacaq. Bu baxımdan Azərbaycanın gəncləri, alimləri və universitetləri rəqəmsal müstəqilliyin qorunmasında mühüm rol oynayacaqlar. Dördüncü, iqtisadiyyat və enerji. Pandemiya və sanksiyalar köhnə təchizat zəncirlərini pozdu. Regionallaşma və friendshoring artır. Energetik keçid davam edir. Amma neft və qaz hələ də bütün planet üçün əsas strateji resurslar olaraq qalır. Lakin yaşıl enerjiyə keçid həm də Azərbaycanın gələcəyi üçün yeni fürsətlər açır. Qarabağ və Şərqi Zəngəzur bölgələrində alternativ enerji layihələri artıq reallığa çevrilir. Bu proses təkcə iqtisadi deyil, həm də ekoloji məsuliyyət məsələsidir. Gələcək nəsillərə daha təmiz və dayanıqlı mühit buraxmaq bizim borcumuzdur. Yuxarıda bu problemləri sadalayarkən diqqətinizi tezis şəklində qlobal miqyasda olan əsas problemlərə yönəltməyə çalışdım. İndi isə gəlin buna əsaslanaraq Azərbaycan və bütövlükdə Cənubi Qafqaz üçün əsas regional geosiyasi imkanları və riskləri həmçinin tezis şəklində qeyd edək. Bunlar hansılardır? Coğrafiya hər bir ölkənin taleyidir və necə deyərlər, qonşunu seçə bilməzsən. Ona görə də Cənubi Qafqaz coğrafiyasını nəzərə alaraq biz görürük ki, bizim region Rusiya, Türkiyə, İran və Qərbin maraqlarının kəsişdiyi zonadır. 2020-ci ildən sonra bu 5 il ərzində Azərbaycan öz mövqeyini Cənubi Qafqaz regionunda xeyli gücləndirib. Amma indiyə kimi bu region hələ də həssasdır. Birinci, Vaşinqton görüşü və Zəngəzur dəhlizi. Bildiyiniz kimi 8 avqust 2025-ci ildə Azərbaycan prezidenti və Ermənistan baş naziri Vaşinqtonda görüşdülər və orada sülh müqaviləsi paraflanmışdır. Zəngəzur nəqliyyat dəhlizi, Tramp yolu müzakirə edilmişdir və bu barədə siyasi qərar qəbul olunub. Bununla yanaşı, bu yaxınlarda Donald Trump Mərkəzi Asiyanın 5 ölkəsinin liderləri ilə görüşmüş, logistika və energetik dəhlizləri müzakirə etmişdir. Bu, Azərbaycan üçün böyük imkanlar yaradır. Amma bəzi risklər hələ ki qalır. İkinci, təhlükəsizlik və suverenlik. Bildiyiniz kimi, Ermənistanda gələn il üçün parlament seçkiləri elan edilib. Ardınca konstitusiya dəyişikliklərə bağlı referendum keçiriləcək. Və məhz buna görə də tam sülh müqaviləsi hələ ki imzalanmayıb. Biz Ermənistandakı siyasi prosesləri diqqətlə izləməli və istənilən ssenariyə hazır olmalıyıq. Bundan başqa, İkinci Qarabağ müharibəsində qələbə Azərbaycanın mövqeyini gücləndirdi. Lakin Azərbaycanın regionumuzda bu cür güclənməsinə mali olan kifayət qədər siyasi mərkəzlər hələ də mövcuddur və buna görə də bizə qarşı hibrid və kiber təhdidlər artır və bizlərdən davamlı diqqət tələb edir. Üçüncü, iqtisadiyyat və infrastruktur. TANAP, TAP, Cənubi qaz dəhlizi Azərbaycanın enerji mərkəzi kimi rolunu gücləndirir. Zəngəzur dəhlizi isə şərq ilə qərb arasında logistika imkanlarını daha da çox gücləndirəcək. Dördüncü, sosial, mədəni risklər.
Müasir texnologiyaların mövcudluğu və təsiri ilə sürətlə dəyişən dünya milli kimliyini məhv etməməlidir. Çünki Azərbaycan, İslam, türk dilli və müasir dəyərlərin özündə birləşdirir və bu bizim dövlətimizin güc mənbəyidir. Bununla yanaşı, informasiya axının və sosial şəbəkələrinin təsiri altında fərdi və milli kimliyin qorunması daha da çətinləşir. Məhz buna görə də gənc nəsil tənqidi düşünməyi, faktla manipulyasiyanı ayırmağı və milli maraqları düzgün dəyərləndirməyi bacarmalıdır. Universitetlər bu sayədə əsas ideya və maarif mərkəzləri olmalıdır. 5. Türk Dövlətləri Təşkilatı. Türk Dövlətləri Təşkilatı Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızistan, Özbəkistan və müşahidəçi kimi Türkmenistanı və Macaristanı birləşdirir. Bildiyiniz kimi əvvəllər Türk Dövlətləri Təşkilatı əsasən mədəni mərkəz idi. İndi isə artıq bu təşkilat siyasi, iqtisadi və strateji platformadır. Və Prezident İlham Əliyevin dediyi kimi, Türk Dövlətləri Təşkilatı bizim ailəmizdir. İndi isə biz həm qlobal, həm regional məsələlərə bağlı imkanları və riskləri qısa və tez şəklində qeyd etdikdən sonra, gəlin vacib hesab etdiyim nəticələri çıxaraq. Bunlar hansılardır? Bir il əvvəl biz burada bu sualı səsləndirdik. Amerika Birləşmiş Ştatları yeni dünya nizamı qura biləcəkmi? İndi bu suala cavab aydındır. Heç bir ölkə bunu tək başına həll edə bilməz. Və məhz buna görə də Azərbaycan regional mərkəz kimi yuxarıda qeyd olunan imkanları və riskləri nəzərə alaraq öz mövqeyini daha da gücləndirməlidir. Yaradıcılıq missiyasını çox uğurla və bacarıqla yerinə yetirməklə bu siyasəti davam etdirməlidir. Əvvəlki suala cavab verdikdən sonra indi gəlin özümüzə yeni bir sual verək. Biz, Azərbaycan və Cənubi Qafqaz dünyaya öz nizam və sülh modelini təklif edə biləcəkmi? Noyabr ayının 8-də Azərbaycan Vətən müharibəsində qələbənin 5-ci il dönümünü qeyd edib. Bu zəfər Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa etməklə təkcə Ermənistan üzərində qələbə deyildi, hansı ki, uzun illər ərzində ərazilərimizin 20%-ni işğal altında saxlayırdı. Eyni zamanda bu, Rusiyanın üzərində qələbə idi. Hansı ki, həmin illər ərzində Ermənistanın arxasında dayanır və 1-ci Qarabağ müharibəsi zamanı torpaqlarımızı işğal etməyə onlara kömək edirdi. Onu da qeyd etmək lazımdır. 2-ci Qarabağ müharibəsi zamanı 44 gün boyunca Rusiya İrandan hava yolu ilə hərbi təchizat Ermənistana göndərirdi. Bu qələbə həmçinin Azərbaycana qarşı satqın və ikili standartları olan 200'lü qərb siyasəti üzərində də qazanılmış tarixi zəfərdir. Çünki bütün bu illər ərzində bu yalançı qərb və onun qurumları beynəlxalq hüququ tapdalayaraq hər zaman Ermənistanın simasında işğalçıya dəstək verib və torpaqlarımızın işğalına göz yumub. Bu xeyrin şər üzərində qələbəsidir, ədalətin qələbəsidir. Biz hamımız buna inanırdıq və bugün gəldi. Qalib xalq olmaq hissi hər bir Azərbaycanlının qəlbində qürur doğurur. Bu zəfər Azərbaycanın igid övladların qanı, qəhrəman şəhidlərimizin və Ali Başkomandan Prezident İlham Əliyevin rəhbərlik etdiyi şanlı ordumuzun böyük fədakarlığı hesabına əldə olunub. O ordunun arxasında isə bütün Azərbaycan xalqı dayanırdı. Bu güclü birlik və 10 milyon xalqın yekdil iradəsi nəticəsində Azərbaycan regionda status quo-nu təm dəyişərək lider dövlətinə çevrilib.
Bugün Azərbaycanın fikri və mövqeyi Vaşinqtonda, Brüsseldə, Parisdə, Moskovada və Tehranda nəzərə alınır. Elə o mərkəzlərdə ki, cəmi 5 il əvvəl Azərbaycana təzyiq göstərir, təcavüzkar Ermənistanı dəstəkləyiblər. Biz öz qələbəmizə olan inanmızla həmin mərkəzlərin illərlə formalaşdırdığı yalan və ədalətsiz paradigmasını sındırdıq. Son 5 ildə Azərbaycan xarici siyasətində möhtəşəm uğurlarla imza atmaqla sübut etdi ki, bir xalq vahid qələbə inamı ilə nələrə nail ola bilər. Amma bu uğurlarla yanaşı, biz istər 100 il əvvəl, istərsə də yaxın tariximizdə olan səhvlərimizi unutmamalıyıq və düzgün nəticə çıxarmalı, bir daha onları təkrarlanmamalıyıq. Biz dövlət olaraq o qədər güclü olmalıyıq ki, nə Ermənistanın, nə də onu dəstəkləyən mərkəzlərin ağlına bir dəfə torpaqlarımıza göz tikmək fikri gəlməsin. Biz hər zaman hər bir senariyə hazır olmalıyıq. Azərbaycanın vətən müharibəsində nümayiş etdirdiyi birlik bugün də bizim ən böyük üstünlükdür. Yaxın coğrafiyamızda qlobal xaos və qeyri-səbitliyi nəzərə alaraq həm son vətən müharibəsi zamanı, həm də son 5 ildə nümayiş etdirdiyimiz kimi vahid ideya ətrafında birləşmiş güclü ölkə və cəmiyyət olaraq qalmaq çox vacibdir. Biz bunu bacardıq və bütün dünyaya sübut etdik. Mən inanıram ki, xaos və qeyri-müəyyənlik dövründə ən güclü silah bilik və yaradıcılıqdır. Yeni nizamı təkcə siyasətçilər deyil, məhz sizi kimi düşünən, araşdıran, sual verən gənclər quracaq. Azərbaycan gələcəyini elmə, təhsilə və milli birliyə əsaslanaraq qurmalıdır. Məşhur hərbi strateg Karl von Clausewitz deyirdi, əsrlərdən bəri yalnız böyük qələbələr, böyük nəticələrə gətirib çıxarıb. Və bu sözlər yuxarıda qeyd olunan suala ən düzgün cavab olacaq. Diqqətinizə görə təşəkkür edirəm.